Salamlayıram. Mən kurikulum təlimçisi Xalidə Əbilzadə. Bugün sizlər üçün metodika çərçivəsinə yeni əlavə olunan praktik təfəkkür haqqında məlumat verəcəm. Məlumat verməzdən öncə nəzərinizə çatdırım ki, kanalımıza abunə olmağı, bildirimləri açıq saxlamağı unutmayın ki, davamlı olaraq mövzu izahlarından, həmçinin yeni məlumatlardan xəbərdar olasınız. Keçək praktik təfəkkürə. Praktik təfəkkür nədir? Praktik təfəkkür odur ki, real həyatda qarşılaşa biləcəyimiz problemləri görmək, bilmək, düşünüb onlar üçün həll yolu tapma bacarığıdır. Adından da məlum olduğu kimi praktik təfəkkür. Yəni burada sadəcə şagird problemin nə olduğunu bilmir, həmçinin problemin həll yolunu da bilir və onu həyata keçirir. Şagirdlərdə praktik təfəkkürü formalaşdırmaq üçün 4 yanaşmadan istifadə olunur. Bu 4 yanaşma da ondan ibarətdir ki, şagirdlərə real həyatı problemlə bağlı tapşırıq vermək. Misal üçün deyək ki, şagirdlərə belə bir tapşırıq veririk ki, məktəb ərazisi, məktəb daxilində tullantılar var. Biz bunu necə aradan qaldıra bilərik? İkinci, nəticəyə yönəlmiş fəaliyyətdir. Deməli, bu şagird artıq burada problemi sözlərlə, fikirlərlə ifadə eləmir, həll yolun sözlərlə çatdırmır, ortaya bir nəticə qoyur. Deyək ki, məktəb ərazisində, məktəb daxilində tullantılar varsa, şagird bunlar üçün artıq bir plan hazırlayır. Həmin plan nəticəyə yönəlmiş fəaliyyət adlanır. Üçüncü yanaşmamız real düşünmədir. Şagird artıq burada real düşünür. Burada nə qədər maddi vəsait lazımdır, bizə nə qədər vaxt lazımdır, bunları düşünür. Deyək ki, bu problemi aradan qaldırmaq üçün həm məktəb ərazisinə, həm məktəb daxilində hər sinif otağına zibil qutuları alıb qoyulmalıdır. Bunun üçün nə qədər maddi vəsait lazımdır, bunun üçün bizə nə qədər vaxt lazımdır. Artıq şagird bunları düşünür. Dördüncü yanaşma da ondan ibarətdir ki, qərar vermə və əsaslandırma. Şagird artıq burada ən doğru qərarı verir və burada ən səmərəli həll yolunu seçir. Və bunu da əsaslandırır. Deyək ki, şagird düşünür ki, məktəb ərazisində olan, siniflər daxilində olan zibil qablarına hər dəfə şagirdlər zibil qabını atsalar, bu problemi tez bir zamanda aradan qaldıra bilərlər. Bu nəzəriyyə ilə bağlı da, təfəkkür növü ilə bağlı da yadınızda qalsın ki, Vygotsky, Dewey, həmçinin Sternberg bu haqqında fikirlər irəli sürüblər, təcrübəyə əsaslandığını deməli bildiriblər. Həmçinin yadınızda qalsın ki, müəllimlər, praktik təfəkkür, problem həll etmə bacarığı, qərar qəbul etmə bacarığı, resurslardan düzgün istifadə etmə bacarığı, vaxtdan düzgün istifadə etmə bacarığı şagirddə formalaşdırdığı üçün 21-ci əsr bacarıqları arasında yer almış olur. Deməli, müəllimlər, praktik təfəkkür haqqında da bu qədər. Növbəti izahlarda görüşənədək rey bölməsində